Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Emmâ ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. İlk olarak hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed sallallahu aleyhi ve selleme. Bugünlerde bir neçə gün bundan önce bir kardeşimiz bir sual gönderip sual verir ki, kardeş, ne kadar derslere kulak asıram, isterse öz tələbələrimize, isterse diğer ülkelerde olan tələbələrin derslerine ki, hansı ki o tələbələr danışıblar, naməhrəm qadınlara baxmamaq haqqında, gözləri qorumaq haqqında və həmçinin belə deyək də dərsin ünvanı göz zinası haqqında. Lakin buna baxmayaraq, subhanallah, bu əməldən əl çəkə bilmirəm. Bunun üçün bir ilaç var mı? Kardeş belə bir sual gönderib, Allah ondan razı olsun. Əslində bu kardeşin imanına dəlalət edir. Cəzahullah xeyran. İstəyir ki, bu əməldən, bu sirkin əməldən əl çəksin və bunun üçün ilaç axtarır. Subhanallah, mən də bu sualın cavabını axtararkən qarşıma Allahın gücü və qüvvəti ilə, elhamdülillah, bu da Allah'tan oldu, bir məqalə çıxdı. İbn-i Qayyim Rahimahullah'ın məqaləsi. Olduqca mühüm olan məqalədir. Həm o kardeşin sualın cevabı olsun, hem özüm üçün, hem de sizler üçün inşallah ki faydalı olar. İbn-i Qayyim Rahimahullah buyurur ki, biz sələflər bir-birimizə nəsihət etmək istədikdə və yaxud bir-birimizə tövsiyə etmək istədikdə, hər hansı bir məsələni xatırlatmaq istədikdə 3 cümlədən ibarət olan məktub yazırdıq. Diqqətli olaq, olduqca mühüm və diqqət olması məktublardandır. 3 cümlədən olan ibarət məktublar yazırdıq. Birinci cümlədə yazırdıq ki, kim gizlinini düzəldərsə, Allah da onun aşkarını düzəldər. Bu birinci cümlə. Yadda saxlayaq. Sonra bunları saydıktan sonra inşallah hər cümlənin ətrafında bir neçə məsələyə toxunacağıq. Birinci cümlə necə idi? Kim gizlini düzəldərsə, Allah da onun aşkarını düzəldər. Subhanahu ve Teala. İkinci cümlədə yazırdıq ki, kim Allahla öz arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər. Kim Allahla öz arasını düzəldərsə, Allah da onunla insanlar arasını düzəldər. Üçüncü cümlədə yazırdıq ki, kim ahireti üçün əməl edərsə, Allah da onun dünya tədarükünə kifayət edər. Subhanallah. Dediyim kimi, hər cümlənin ətrafında bir neçə məsələyə inşallah ki, toxunacaq. O qardaşa cavab olaraq deyirik ki, həmişə xatırlasın ki, İbn-i Qayyimin bu məktubunu, hansı ki, buyurur ki, rahiməhullah, kim gizlinini düzəldərsə, islah edərsə, Allah da onun aşkarını düzəldər. Subhanahu Teala. Nə deməkdir bu? Bunu nə cür şərh edə bilərik? Nə cür izah edə bilərik? Hansı faydaları zikr edə bilərik ki, hamımız faydalanaq? Nəinki o qardaş, hamımız faydalanaq. Bildiyiniz kimi, subhanallah, qlobal məsələlərdən, olduqca mühüm məsələlərdən ki, insanın Allah'tan qorxub, gözünü haramdan yerə tikməsi. Əslində, subhanallah, Allahın subhanahu teala'nın əmridir bu. Allah subhanahu teala necə ki, Nur surasında buyurur ki, de ki, möminlərə Allah'tan qorxub, gözlərini diksinlər yerə, harama baxmasınlar. Bu Allahın subhanahu teala'nın əmridir. Bu Allahın əmridir. Elə təqvanın özüdür. Təqva nə demək? Allahın əmrlərini yerinə yetirib, qadağalardan çəkinmək. Desələr ki, mətta'rifut taqva, təqvanın tərifi nədir? Deyəcək ki, Allahın əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinmək. Əgər bu hasıl olarsa, insan təqvalı olur. İnsan təqvalı olur. Sonra barakallahu fikum bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala şərəfli kitabında, kərim olan kitabında bir neçə ayətləri nazil edib bu haqda. Buyurur ki, subhanahu wa ta'ala Alaq surəsində Ələm ya'ləm bi ennəllâhe yara. Fikirirsiniz? Ələm ya'ləm bi ennəllâhe yara. O bilmirmi ki, Allah onu görür? Fikirirsiniz? O bilmirmi ki, Allah onu görür subhanahu wa ta'ala. İnsan gərək həmişə günah etmək istədikdə, nəinki naməhrəm qadına baxmaq, digər günahlardır. Həmişə nə etsin gərək? Allahın görməsini gözünün önünə getirsin. İnnallâhe
Kâne aleykum rakîbe. Başka bir ayette Allah buyurur Subhanahu ve Teala. Allah sizin üzerinizde nezaretçidir. Subhanahu ve Teala. Sonra başka ayette El-Bakara suresinde Allah Subhanahu ve Teala buyurur ki اَوَلَا يَعْلَمُونَ اَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ Onlar elə zannedirlər ki, gizlidə və aşkarda olanlardan Allah'ın haberi yoktur mu? Yani senin ey kardeşim o qadına baxanda ola bilsin gizli olur. Kimlər sənin yanında olmur. Veya herhangi bir haram işledikdə tek olursan, bil ki senin o gizlidə sakladığından Allah'ın haberi var. Subhanahu Teala. Gizlidə saklanan əməllər və aşkarda olanlar. أَوَلَا يَعْلَمُونَ أَنَّ اللّٰهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ Gizlidə olanları və aşkarda olanları Allah bilmir mi? Subhanahu Teala. Cevap olarak bəli bilir. Subhanahu ve Teala. Yine başka ayet Allah Subhanahu Teala buyurur ki يَعْلَمُ خَائِنَةَ الْاَعْيُونِ وَمَا تُخْفِ الصُّدُورِ Allah Subhanahu Teala hain olan gözlerden haberdardır. Allah Subhanahu Teala hain olan gözlerden haberdardır ve sinede gizledilenlerden. Sinelerde gizledilenlerden Allah Subhanahu Teala haberdardır. Bilmek lazımdır ki Subhanallah senin herhangi bir kadına bakmağın bil ki senin için bu musibet. Ne kadar bakırsan özüne zulüm edirsin. O insanların Subhanallah sinelerinde bir sıkıntı var. Hususi bir sıkıntıdır bu. Bu da Allah tarafındandır. Ukuba olarak. Yani ceza olarak. O kula ki hansı ki Allah'ın Subhanahu Teala'nın emrini yerine getirmir. 5 saniyelik, 10 saniyelik, 20 saniyelik bu günahtan el çekmir. Subhanallah gözlerini yere dikmir. Sonradan Allah Subhanahu Teala ne verir? Sıkıcı bir hayat verir. Kalp hemşe sıkıntıda olur. İbn-i Qayyim Rahimahullah buyurur ki kitaplarının başka bir kitapta diyor ki o günahlar ki hansı ki günahlar var onların əzabı çok şiddetli olur. Əzabı çok şiddetli olur. Seninle belki iller boyu devam edir. Ama o ameller ki Allah'a göre terk edirsen onun hususi bir lezzeti olur. Düşün ki Subhanallah yolda gelirsen istenilen bir kadın gelir. İsterse açık saçık, isterse de bağlı bir kadın. Ona baktığın vakti kalbine bir sıkıntı gelir. Allah Subhanahu Teala tarafından sana bir nedir? Sıkıntı gönderilir. Hemin bu məqamda Allah'tan korkup hem o sıkıntı üzr istəyirəm. O sıkıntı senden olabilsin ki akşama kim devam edecek. Olabilsin ki 2 gün, 3 gün. Baktığın o günah kalbini məhv edir Subhanallah. Kalbini məhv edir. Kur'an daxil olmur, hadis daxil olmur. Hakkı deyə bilmirsən, batildən çəkindirə bilmirsən. Heç bir şey sanki bu dünyada yaşamırsan Subhanallah. Ama hemen o 5 saniyelik, 10 saniyelik hansı ki hasil olabilmeyeceksin onsuz da. Neyse ki bakırsan o kadına Allah korusun. Onsuz da sen bu günaha bakırsan müvəqqətidir 5 saniyelik, 10 saniyelik. Vallahi gözünü çəksən Allah Subhanahu Teala qəlbinə elə bir ləzzət göndərəcək ki, elə bir rahatçılıq göndərəcək ki sənin Subhanahu Teala. Bu rahatçılıq ola bilsin səndən 2 gün, 3 gün gedəcək. Belki de 1 ay. Niye göre? Rabbimin emrine tabi olun Subhanahu Teala. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Allah Subhanahu Teala buyurur ki onlar Allah'ı layıkınca değerlendirmezler. وَالْأَرْضُ جَمِيعًا قَبْدَتْهُ يَوْمَ الْقِيَامَةِ Allah Subhanahu Teala yeryüzünü hamsını bütövlükle qabd edecek Subhanahu Teala. وَالْأَرْضُ جَمِيعًا قَبْدَتْهُ يَوْمَ الْقِيَامَةِ Bükecektir. Ne tür bükecektir? وَالسَّمَوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِ Yerler ve göyler ne olacak? Göyler, özür dilerim. Allah'ın Subhanahu Teala'nın sağ elinde bükülecektir. Allah'ın Subhanahu Teala'nın sağ elinde bükülecektir. İnsan gerek bunları düşünsün, fikirleşsin ki Subhanallah ben o Rabbe asi olurum. Allah haklı. O 5 saniye, 10 saniye, 20 saniye. Vallahi burada hiçbir fayda yok. Günahtan başka hiçbir fayda yok. Günah edirsen 1 defa, 2 defa. Bakın Subhanallah. Bu züne devam edir insan. Devam edir. O kalbe kara nöqtələr gelir. 1 tane nöqtə, 2 tane nöqtə, 3 tane nöqtə. Artık sonra kalp bağlanır. Vallahi. Kalp bağlanır. Kur'an-ı Kerim'i kamil şekilde yanında oxusan da belə təsir eləmir. Sonra elə fikirləşmək ki bu olacaklar veya bu olanlar boşuna gedir. Bakın Subhanallah. Alimler deyir ki günahlarda ısrar eden insanlar rahatçılıkla bidətlər onlara rahatçılıkla daxil olur. Rahat şekilde.
Əksər bidət əhlinin, hansı ki o insanlar bidətə düşüblər, fikir verin, diqqətli olun, barakallahu fikum. Əksər bidət əhli insanların keçmişinə baxanda görürsən ki, subhanallah, hər hansısa bir günah sahibi idi. Hər hansısa bir günah sahibi olub, subhanallah. Günahlarının müqabilində 1, 2, 3, 4, 5 Allah subhanahu teala sonra da onu tərk edib. Tərk edib nədir? Rahat şəkildə bidət onun qəlbinə daxil olub. Asiliklə bidətə nail olub. Asiliklə. Yəni yatıb durub bu cür olmuyor. Allah korusun. Ona görə çox ehtiyatlı olmalıyız. Vallahi. Həddindən artıq təhlükəli bir məsələdir. Gözlərlə haram etmək. Gözlərlə nədir? Haram etmək. Baxın subhanallah başqa bir fayda. Birdən kimsə soruşar ki, əllərlə haram etmək olmurmu? Ayaqlarla, bədən üzvləri ilə. Niyə görə Allah subhanət hələ gözləri deyir? Diqqət edin. Niyə görə Allah subhanət hələ deyir ki, de ki o möminlərə Allahdan qorxub gözlərini diksinlər yerə? Niyə görə? Niyə görə Allah subhanət hələ demir ki, de ki o möminlərə ayaqlarından ehtiyatlı olsunlar, haram yerlərə getməsinlər, əllərindən sələmə pul almasınlar və s. və l. Çünki göz bizim görməyimiz var, düzdür? Və bir də ki Allah subhanahu teala'nın bizi izləməsi var. Allah da bizi görür subhanahu teala. O gözlərlə, hansı ki biz o gözlərlə haramlar edirik, Allah da bizə nəzarət edir subhanahu teala. İnnallaha kana aleykum raqibə. Allah sizin üzərinizə nəzarətçidir subhanahu teala. Bu ayətləri oxuduqdan sonra, bildikdən sonra Allahın subhanahu teala'nın, Allahı qeybdə həmişə fikirləşənlər, Allahdan qorxanlar, Allah subhanahu teala'nın beləliklə gizli məqamlarında. O şəxslər ki, çatıblar bu məqama, İnnellezine yaxşavne rabbehum bil gaybi. Allah subhanahu teala onlar üçün mükafatlar hazırlayır. O kəslər ki, qeybdə Allahdan qorxurlar. Qeybdə Allahdan qorxanlar üçün Allah subhanahu teala xüsusi bir hədiyyəsi var. Xüsusi bir hədiyyəsi. Diqqət olaq, burada da sual gələcək. Buyurur ki, subhanahu teala İnnellezine yaxşavne rabbehum bil gaybi lehum mağfiratun və ecrun kebir. O kəslər ki, qeybdə Allahdan qorxurlar, onlar üçün nə var? Mağfirə var. Bağışlanma var. Sual. Və çoxlu əcrlər var. Barakallahu fikum. Sual hardadır? Niyə görə Allah subhanahu teala qeybdə Allahdan qorxanlar üçün dedi ki, onlar üçün bağışlanma var? Nə demədi ki, onlar üçün cənnət var? Nəyim cənnətləri, adın cənnətləri, Firdevs cənnətləri və s. və l. Nemətlər nə qədər üzərimizdə? Niyə görə Allah subhanahu teala iminli burada məğfiranı gətirdi? Niyə görə dedi ki, o kəslər ki, Allahdan qorxurlar, onlar üçün bağışlanma var? Nədir bunun sirri sizdə? Yəni, şübhəsiz ki, hər bir ayədə olan kəlmələrin sirri var. Allah subhanahu teala əvəz yerə nazil etmiyor bu kitabı. Hər bir kəlməsində nə var? Minlərlə, milyonlarla faydalar var. Niyə görə burada məğfirə gəlib? Niyə görə bağışlanma gəlib? Kimdəsə var mı cavab? Baxın, subhanallah. İbn-i Qayyim rahiməhullah deyir ki, qulun ən yaxşı günü hansı gündür? Belə sual verək. Sual verək. Deyək ki, barakallahu fikum, müsabiqa kimi edək. Deyək ki, başlayaq sağdan məsələn. Deyək ki, sənin həyatda ən yaxşı gün hansı gün olur? Onlar deyəcəklər ki, mənim ailə qurduğum gün, məsələn, biri. Digər insanlar deyəcəklər ki, evladım olduğu gün. Sevinəcək günlər bu, elə deyilmi? Digərlər deyəcək, universitetə daxil olduğum gün. Digərlər deyəcək, maşın aldığım gün. Və s. və l. bu cürlə cavablar. İbn-i Qayyim rahiməhullah buyurur ki, qulun deyir, ən yaxşı günü onun bağışlandığı gün. Subhanallah. O qul ki, həmin gün bağışlanırsa Allah tərəfindən, onun ən yaxşı günü odur. Bilirsiniz nəyə görə? Bağışlandısa, ola bilsin ki, həmin məqamda Allah ölüm mələyini ona göndərdisə, ölən kimi cənnətə gedəcək. Ona görə Allah subhanahu teala nə deyir onlar üçün? Qeybdə deyir, gizlidə deyir, Allahdan qorxanlar üçün bağışlanma var. Allahdan qorxanlar üçün. Bağışlanma nə demək? Allah səni bütünlüklə bağışlayıb. Bağışlanmadan sonra nə gəlir? Cənnət gəlir. Fikir verirsiniz Allah'a. Ayətlər, Allah munzuq kimi. Allah subhanahu teala düzüb ki, hər kəlməsində faydalar var. Hər cümləsində faydalar var ki, Rəbbimizin kitabına cün əzəmətlidir. La ilahe illallah. İnnellezine yaxşavne rabbehum. O kəslər ki, Rəblərindən qorxurlar, harda? Gizlidə. Onlar üçün bağışlama və çoxlu əcrlər və savablar var. Bu birinci mərhələ. Sonra buyurur ki, rahiməhullah,
Kim Allahla öz arasını düzəldərsə, Allah da onunla insanların arasını düzəldər. Kim Allahla öz arasını düzəldərsə, Allah da onun insanlarla arasını düzəldər. Olduqca mühüm olan məsələlərdən. Sən Allahla öz aranı düzəld. Vallahi. Allahla rabitəni düzəld, sıdığını düzəld, ixlasını düzəld. Bütün kainatı sənə Allah ram edəcək. Vallahi. Bütün yer üzrə nə qədər məxluqlar varsa, hamısını Allah sənə ram edəcək. Yetər ki, sən Allahla əlaqanı düzəld. Bütün insanlar sənə xidmət edəcək, subhanallah. Baxacaqsan əmi, dayı, qardaş, bacı, evdə yoldaş, ata, ana. Hamı istəyir sənə xidmət etsin, Allahu Akbar. Nə məsələdir, qardaş? Sən Allahla düzəltmirsən rabitəni. Nə demək ki, Allahla rabitəni düzəltmirsən? Birinciyə qaydır. Allah məni görür. Allahu Akbar. Allah məni görür və sən də həyatını belə qurmuşsun. Subhanahu teala. Bütün məxluqat. Yəni, sizə bir qısa anlaşacağım. Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında bir sahabə var idi. Radiyallahu anh. Sahabə çox iri, cüssəli bir sahabə idi. Radiyallahu anh. Səfinə deyirlər buna. Səfinə də ərəb dilində gəmidir, gəmi. Niyə görə səfinə deyirlər? Gəmi çox iri olur. Çox iri idi, radiyallahu anh. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin məktublarını aparıb gətirirdi. Məktublarını bir məntəqədən digər məntəqəyə. Bir günləri Allah Resulü sallallahu əleyhi və səlləm ona məktub yazır. Deyir ki, apar bunu ver filan kəsə. Məktubun da içərisində nə var? Dəvət var. İslam'a dəvət. Filan kəsi Allahın adıyla Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən səni İslam dininə dəvət edirəm. O sahabə radiyallahu anh götürür bu məktubu, düşür yola. Gedir, görür ki, qabağında böyle bir çay var. Belə deyək ki, göl var, bir göl. O gölü keçmək lazımdır. Və məşəqqəti görür orada, subhanallah, gölü keçmək məşəqqətini. Bir müddətdən sonra görür ki, uzaqdan bir şir heyvanı gəlir, şir, böyük şir. Şir ona yaxınlaşır, yaxınlaşır, subhanallah. Qəlbində olan Allahın qorxusu, Allahla öz arasını düzəltmişdir, radiyallahu anh. Özü dedi ki, bütün məxluqları Allah ona ram edəcək. Şir ona yaxınlaşır. Şirə deyir ki, mən Resulullahın Resuluyam deyir. Resul məktub apıb gətirən deyirlər. Bizdə necə deyirlər? Elçi. Deyir ki, mən deyir Resulullahın Resuluyam deyir, sallallahu aleyhi ve sellem. Deyir ki, Allah akbar deyir, başını əydi aşağı, mindirdi mənim üzərinə, saydan keçirdi, saldı məni çıxdı yedi deyir. Görürsünüz, subhanallah. Radiyallahu anh. Onlar neyləmişlər? Dünyada olarkən. Onlar öz aralarını Allahla düzəltmişlər. Sıdıqlı, rabitəni, Allahın görməsini. Belə eləyəndən sonra hətta heyvanları belə Allah onlara ram etmişdir. Yüzlərlə belə misallar var. Tarixdə, sahabələrin radiyallahu anhumun tarixində. Və bilmək lazımdır ki, əziz qardaşlar, barakallahu fikum, bu elə bir məsələdir ki, subhanallah, buna bir günə, 2 günə nail olmaq olmaz. Elə fikirləşmək ki, biz bunu danışırıq, danışan özü birincisi və burada olan qardaşlar da bir günə, 2 günə buna nail olacaq. Buna nə lazımdır? Aylar lazım. Bəlkə də illər. Amma çalışmaq lazım. Çalışmaq, gecə-gündüz. Gecə-gündüz çalışsaq, inşallah ki, Allahın izni nədir? Nail olacaq. Sonra 3-cü məsələ, son olaraq, buyurur ki, kim ahirəti üçün əməl edərsə, Allah da onun dünya tədarükünə kifayət edər. Bəzi insanlar var ki, onların fikirləri, zikirləri ancaq ahirətdir. Yəni, dünyadan heç nə fikirləşmir. Nə barədə? Dünyada olan nasiblərini, necə ki, Allah Quranda buyurur ki, dünyada olan nasibini də unutma. Nasiblərini fikirləşirlər. Sonradan nədir? Onların fikirləri, zikirləri ancaq nədir? Allahın ahirəti. Onları maraqlandıran ancaq ahirətdir. Gecə-gündüz bunun üçün çalışırlar, subhanallah. Nə cür edim ki, Allahın razılığını qazanım. Nə cür edim ki, ahirət yurdunu qazanım. Ancaq fikir, zikir budur. Gecə-gündüz bunun üçün çalışırlar, subhanallah. Xoş o insanların halına. Onlar da biraz önce dediyim kimi bir dəfəyə nail olmuyorlar. Bu da illərin, ayların nə olub, nə əziyyəti olub. Və bilmək lazımdır ki, subhanallah, insan çalışarsa Allahın izi ilə. Yəni buna nail olar. Allah subhanahu teala buyurur ki, وَالَّذِينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُولَنَا. Kim bizim yolumuzda çalışarsa, cəhd edərsə, biz onu doğru olana yönəldərik. Allah'tan dilərim, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu teala bizi Allah'tan qorxanlardan etsin. Allah'ın həqiqi oğullarından etsin. Subhanakallahumma bihamdik.
Əşhədu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk.